Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Bu günləri 9 avqust sertifikasiya müsahibə mərhələsinə verilən suallarla sizləri tanış etmək istəyirəm. Əziz müəllimlər, verilən suallar demək olar ki, bizim sizlərə öyrətdiyimiz və hər zaman vurğuladığımız suallardır. Düzdür, çox müəllimlər giriblər, amma hələ kompüterdə problem yarandığı üçün heç birinci seans çıxmayıb. Amma bəzi müəllimlərin bizə təqdim etdiyi sualları sizə təqdim etmək istəyirəm. Birinci sualımız nə olubdu və əvvəla qeyd etmək istəyirəm ki, bu kimi videoların davamlı şəkildə gəlməsini istəyirsinizsə və hər gün keçirilən müsahibədən ilk sualların paylaşılmasını istəyirsinizsə, çox xahiş edirəm kanala abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. İlk sualımız belədir. Sinif rəhbəri öz fəaliyyətini necə qurmalıdır? Hansı istiqamətdə aparmalıdır? Aha, sinif rəhbəri, yəni bir sinifi idarə edən şəxsə deyilir. Yəni hər kəsə sinif rəhbərlik verilə bilər. Sinif rəhbərinin fəaliyyəti necə olmalıdır? İstiqaməti necə olmalıdır? Ümumiyyətlə sinifdə düzgün psixoloji mühit qurmalıdır. Sinif kollektivini formalaşdırmalı və inkişaf etdirməlidir. Hər bir şagirdin irəli getməsi üçün əlindən gələni etməlidir. Şagirdlərin təlim tərbiyəsi ilə məşğul olmalıdır və şagirdlər üçün düzgün bir, müdafiə olunacaq bir mühit yaratmalıdır, emosional rahatlıq yaratmalıdır, şəxsiyyət kimi formalaşdırmalıdır və əsasən sinif kollektivi ilə sistemli şəkildə məşğul olmalıdır. Şagirdlər arasında, şagirdlərlə müəllimlər arasında münasibəti düzgün şəkildə tənzimləməli, şagirdlərin əxlaqi və mənəvi dəyərlərini formalaşdırmalı və şagirdlərin özlərinin həm yaradıcı təfəkkürünün formalaşdırılmasına, həm fəaliyyətinin daha irəli aparılmasını demək təmin etməlidir. Yəni bir növlə sinif rəhbəri şagirdin bütün fəaliyyətlərini izləməli və şagirdi irəli aparmalıdır və sinifdən təbii ki, cavabdehdir. Və bir sinif rəhbəri haqqında geniş formada danışa bilərsiniz və qeyd etmək istəyirəm ki, burada siz hətta sinif rəhbəri haqqında, əsasnamə haqqında da danışa bilərsiniz. 2009-cu il 5 mart tarixində təsdiq edilmişdi və buradan keçid edə bilərsiniz, hansı ki, şagirdlərin hüquqları haqqında danışa bilərsiniz, yaşamaq, müdafiə, iştirak, inkişaf haqqında danışa bilərsiniz. Ümumiyyətlə, sinif rəhbərinin əsas işi təhsil alanların, yəni şəxsiyyət kimi şagirdlərin formalaşdırılması və onları düzgün şəkildə vətəndaş kimi formalaşdırılmasını və onların müstəqil tənqidi təfəkkürünü, hətta yaradıcı təfəkkürünü və inkişaf etməsini təmin etməkdir. Yəni geniş formada danışa bilərsiniz, ətraflı formada danışa bilərsiniz. Əsas burada danışmaq lazımdır, susmaq lazım deyil. Düzdür, burada ola bilər ki, 2009-cu il 5 martı bilmirsiniz, amma problem yoxdur. Əsaslı şəkildə, ətraflı şəkildə danışsaz kifayət edəcək. Və sonra verilən suallardan biri refleksiya nədir? Refleksiya bilirsiniz ki, şuurda inkadır. Refleksiya metakognitiv bacarıqların formalaşdırılmasında həyata keçirilən bir bacarıqdır. Refleksiya üsullarımız var ki, 3-2-1, hətta dəfələrlə dünən də biz canlıda bu haqda danışdıq sizinlə. 3-2-1, çıxış biletləri, BİBÖ, klaster və s. üsullarını həyata keçirə bilərsiniz. Refleksiya şagirdin nəyi bilir, nəyi daha yaxşı bilməlidir, əvvəl necə bilirdi, indi necə bilir və s. bunu həyata keçirir. Məsəl üçün, refleksiya üsullarından ən çox yadda qalan BİBÖ-dür, klasterdir, çıxış biletlərdir, ondan sonra demək şəxsi jurnallardır, sual-cavabdır və s. bunları bildirə bilərsiniz. Sonra motivasiya sualı verilib. Motivasiya nədir? Motivasiya dərsin əsas mərhələsidir. Yəni, dərsin giriş mərhələsidir. Bilirsiniz ki, dərs motivasiya ilə başlayıb, refleksiya qiymətləndirmə ilə bitir. Motivasiya mərhələsi dərsin 50%-ni təşkil edir. Əgər düzgün şəkildə motivasiya qurmasaq, biz dərsi düzgün şəkildə demək həyata keçirmərik və şagirdlərin maraqları dərsdə olmaz. Motivasiya düşündürücü olmalıdır, hazır şəkildə yox, şagirdlərin idraki fəaliyyətini sövq etməlidir və şagirdlər dərin şəkildə düşünməlidirlər. Və dərsi şagirdlərə hazır formada yox, motivasiya quraraq tapmaca formasına keçmək lazımdır. Sonra digər sualımız konstruktiv rəy nədir? Konstruktiv rəy haqqında da çox geniş danışmışıq. Ümumiyyətlə, destruktiv rəy var, konstruktiv rəy var. Konstruktiv rəy şagirdi istiqamətləndirən, yəni inkişafa aparan, nəyi düz edib, nəyi səhv edib, nə də düzgün etmədiyi, hansı fəaliyyəti düzgün idi ki, o şəkildə istiqamətləndirəcəyim və s. Məsəl üçün, konstruktiv rəyə daha çox idraki fəaliyyətə yönəlmiş rəy və konstruktiv rəyin özünü misal göstərmək olar ki, misal üçün, ta ki, uşağa bildiririk ki, misal, yazının bu hissəsini düzgün şəkildə yazmısan, digər hissəsini də ona baxaraq və düzgün şəkildə yazsan,
məsəl üçün düzgün formada yazı bacarığını formalaşdıra bilərsən. Və yaxud da ki, məsələni bu hissəsini düzgün həll etmisən, buradakı qaydalara əməl etdiyin kimi o hissədə qaydalara əməl etsən, diqqətli olsan, daha yaxşı nailiyyət əldə edə bilərsən. Yəni, şagirdi bir növ nə edirik? İstiqamətləndirik. Demək, konstruktiv rey haqqında da danışdıq. Sonra 5-ci sual. Valideyn sizi təhqir etsə, nə edərsiniz? Ümumiyyətlə, valideynin, digər şəxslərin sizi təhqir etmək heç bir hüququ yoxdur. Bildirirsiniz ki, ümumiyyətlə biz valideynlərlə düzgün şəkildə münasibət qurduğumuz üçün, valideyn-müəllim münasibətini qurduğumuz üçün bu hal başımıza gəlməyibdir. Çünki siz sertifikasiya müəllimlərisiniz. Və daima valideynlərlə düzgün ünsiyyət qurmuşuq. Əgər valideyn əsəbləşərsə, bizi tənqid edərsə və bunu qəbul etmək olar, mədəni davranışda, etik qaydalarda var. Amma təhqir qəbul ediləsi bir şey deyil. Nə valideynin, nə digər şəxslərin bizi təhqir etməsinə demək, hüququ yoxdur. Təbii ki, burada özümüzü müdafiə edərik, bildirə bilərik ki, ola bilər ki, nəyisə bəyənməyə bilərik. Təbii ki, burada tənqid edə bilərik, amma heç kimi təhqir etməməlidir. Özünüzü müdafiə edirsiniz və bildirirsiniz ki, biz hər zaman tənqidlərə açığıq. Demək, əziz müəllimlər, bugünkü sualları sizə təqdim etdim. Mütləq şəkildə bəyənməyi, paylaşmağı və ən əsası öz fikirlərinizi rəy bölməsinə yazmağı unutmayın. Əgər sizlər bəyənmə, kanala abunə olma və rəy sayları çox olsa, növbəti günlərin inşallah ki, müsahibə suallarını sizlərlə paylaşacağım. Hər birinizə uğurlar arzulayıram və növbəti mərhələ isə bilirsiniz ki, ayın 10-u, 11-i də ibtidai siniflərdir və sonra isə digər müəllimlər olacaq. Və qeyd etmək istəyirəm ki, bu mərhələni rahatçılıqla, müsahibə mərhələsini rahatçılıqla vermək istəyirsinizsə və rahat formada, həyəcansız vermək istəyirsinizsə bizim dərslərimizə qoşula bilərsiniz. Sağ olun müəllimlər.